Aha, elektromaqnet induksiya hadisəsi. Bağlasan yaxşı olar. İnduksiya cəryanı, induksiya elektrik hərəkət qüvvəsi. Elektromaqnet hadisəsi. İnduksiya cəryanı, induksiya elektrik hərəkət qüvvəsi. İndi birazdan onlara danışacağıq. Bir dəfəlik bura EHG də yaza bilərəm. EHG-yə biz orada keçmişdik. Əslində sabit cəryanda. Burada da o hissəsinə ayrıca daha baxacağıq. Və bu hissəsinin aşağısında biz yazaq maqnit seli. Maqnit seli. Sel nədir? Sel. Axım deməkdir, hə? Sel axım deməkdir. Az suya sel deyə bilərsə, sel olması üçün sel çox olmalıdır. Suyun bir istiqamətdə, məsələn, kütləvi axışı sel əmələ gətirdiyi kimi, burada da maqnit induksiya xətləri bir istiqamətdə axdığı zaman sel əmələ gətirir. Maqnit seli Rusun fi hərfi ilə işarə olunur. Bərabərdir B vurusun S, kosinus alfa düsturu ilə tapılır. BS kosinus alfa düsturu ilə tapılır. Səthin sahəsi S olan bir qapalı çərçivə, kontur götürək. Qapalı kontur deyirlər. Yəni çərçivə, sim çərçivə də ola bilər, tel çərçivə də ola bilər, fərqi yox. Buradan keçən induksiya xətlərimiz var. Bunlara B induksiya xətləri deyirik. Bu xətlərdir. S də, bax, bu konturun səthin sahəsidir. Səthin sahəsi nə qədər böyük olarsa, oradan sel daha çox axacaq. İnduksiya xətti daha çox keçəcək. Aydındır. Xətlərimiz də nə qədər çox olarsa, sel bir o qədər çox olmuş olacaq. Ona görə də bizim fiimiz deyə bilərik ki, B ilə də, S ilə də necə asılıdır? Düz asılıdır. Bəs kosinus nədir? Kosinus uşaqlar səthin normalı və ya perpendikulyarı ilə induksiya vektoru arasındakı bucaqdır. Yəni, bu induksiya vektorudur. Bu səthə biz bir dənə perpendikulyar çəksəm və mən buna normal deyirəm, N hərfindən işarə edirəm. Deyirəm ki, bax, mənim buradakı bucağım var, alfa bucağı, həmən bucaqdır. Bəzən uşaqlar çaşıb səthlə arasındakı bucağa baxmağa çalışırlar. O deyil. Aydındır. Hansı olacaq? Səthin perpendikulyarı. Məsələn, deyirəm ki, bu səthin, bu sətdir. Bunun perpendikulyarı bax budur. Aydındır. Bunu belə yaraşılır. Yaxşı, perpendikulyarı, yəni səthin perpendikulyarı budur. Ona normalda deyirlər. Alfa bu bucaq olacaq. Altındakı olmayacaq. Deyəcək ki, sualı belə quracaqsan. Maqnit induksiya vektoru ilə səth arasındakı bucaq bu qədərdir. Bizə bu lazım deyil. 90-dan elə bunu sıxsan bunu verəcək. Razısınız? Yəni xətlə arasındakı induksiya vektoru ilə normal arasındakı bucağa baxacağıq. Razılaşdıqmı? Birinci məsələ budur. Lap yaxşı. Hər zaman bucağımıza o hissəsinə diqqət yetirirsiniz. Maqnit selinin ikinci bir düsturu var uşaqlar. Fi bərabərdir L vurusun I düsturudur. Buradan vahidini birinci çıxaraq. B-nin vahidi nə idi? Tesla. Səthin sahəsinin vahidi nədir? Metr. Bu bizim üçün bir Weber'i verir uşaqlar. Weber. Weber yazılır. Bir Weber'dir. Maqnit selinin vahididir. L vurusun I düsturudur. L induktivlikdir uşaqlar. Fi'nin İ'yə nisbətidir. İnduktivlik. Bizim vahidimizi çıxarsaq, Weber bölünsün amper, bu bizim üçün bir Henry'ni verir, H-nı yazılır, Henry'dir. Bizim L induktivliyimiz nə F-də, nə də I-dən asılı deyil. İnduktiv bir sarğıdır, sarğa sistemidir. Bu şəkildə
mislərdən hazırlanmış bir sarğı da götürə bilərsiniz. Belə demiş olum sizə. Pletkanlı spirallar olur, spirala bənzəyir. Aslıdır induktivliyimiz. Sarğı, sayı, ölçüsü, maqnit içlik. Ondan sonra asıl olduğu proseslər budur. Yəni kəmiyyətcə maqnit sahəsinin induksiyasından, maqnit içliyindən, induksiyasından deyil, maqnit sahəsinin daxil olan içlikdən, sarğıların sayından, en kəsiyin sahəsindən, asıl olduğu kəmiyyətlər bunlardır. Aydındır, ölçülərindən, başqa şeydən asılı deyil. Bunu yaddan çıxartmayaq. Asıl olduğu bunlardır. Yaxşı, bu hissəsi belə. Uşaqlar, biz keçəyin, elimiz dediyimiz üçün bunlardan asılı deyil, vahidəndir. Keçəyin elektromaqnit induksiya hadisəsi nə deməkdir? İnduksiya prosesi nədir? İnduksiya cəryanı necə yaranır? Biz keçən dəfə maqnit dərsi keçəndə dedik ki, cərəyan axan naqilin ətrafında nə yaranırdı? Maqnit sahəsi. Aydındır. Cərəyan axırsa, ətrafında maqnit sahəsi yaranır. Bu qaçınılmaz idi. Demişdik ki, biri həmişə olurdu, o da cərəyan ətrafında olan maqnit sahəsi. Faraday belə bir ideyaları sürür. Deyir ki, görür ki, cərəyan maqnit yaradır. Yaxşıdır. Bəs biz maqnitdən cərəyan ala bilərikmi? Maqnitdən cərəyan ala bilərikmi? Bu proses dönüş nöqtəsi olur. Bugün modern dünyada texnologiya bu prosesin üzərində, qanadlar üzərində oturur. Elə bir dönüş nöqtəsi olur ki, bu kəşfdən sonra uşaqlar bugün gördüyünüz tərkibində mətbəxdə işlətdiyimiz o elektroproseslərin çoxusu, elektromaşınlar, nə bilim, generatorlar, hamısı bu prosesin üzərində oturur. Elə bir kəşf olur ki, bu günləri, bax, o prosesin hamısını biz məhz bu Faradayin bu kəşfinin qanadlarının üzərinə qoya bilirik uşaqlar. Cəryan, maqnitdən cəryan alır. Maqnitdən cəryan alma prosesi. Bunlar YouTube-da baxsaq doludur. Bizim bugünkü hibrid maşınlarından tutmuş, nə görürsünüzsə bu elektrosistemlərdən görürsünüz. Hamısı məhz maqnitdən cəryanın alıb toplanması sistemi iləndir. Bizim evlərimizə gələn bu işıqda unutmayın. Yenidən maqnitdə o su vasitəsi deyirik. Mingəçevirdə su elektrik stansiyası var. Biz o proses, bax, həmən o prosesli uşaqlar, indi birazdan onu sizlə birlikdə izləyəcəyik. Nə eləyir? Uşaqlar belə bir çərçivə götürür. Belə bir çərçivə götürür. Bir spiral götürür. Sim toplusu götürür. Başına bir lampa bağlayır. Və spiralın içərisinə, spiral görürsünüzdə sim toplusu, spiralın içərisinə maqnit yaxınlaşdırır. NS, SN heç bir fərqi yoxdur. Əli, İsmail, biraz qabağa gəlsən əli olar İsmail. Əli, buradasan da maqniti yaxınlaşdırır. Maqniti yaxınlaşdıran kimi görür, lampa yanmağa başlayır. Siz də bunu eləyə bilərsiniz, sim toplusu yığacaqsınız, İki başına bir dənə lampiska bağlayın. Maqniti yaxınlaşdırın, lampa yanar. Yəni, bunu təcrübə edin. Aydındır, yəni məktəbdə və s. bunu təcrübə edə bilər. Yaxınlaşdırın, içərisində daxil edin, lampa yanır. İçərisində saxlayanda sönür. Çıxaranda təzədən yanır. Yaxınlaşdırır, başıb görür ki, daxil edəndə və çıxardanda lampa yanır. Bir dənə içində saxlayanda sönür. Baxıb görürmüş ki, sən demə, burada maqnit seli dəyişirmiş. Maqnit xətləri, qüvvə xətləri artıb azalırmış uşaqlar. Bu, N-dən çıxıb S-ə daxil olan xətlərimiz yox idi, yazda gəlir. Xətlər yoxdur. Daxil edəndə çoxalıb çıxaranda azalır. Sən demə, içində maqnit qüvvə xətləri dəyişməsiymiş. Yəni, maqnit seli zaman keçdən artıb azalmasıymış. Daxil olanda artır, çıxaranda azalır, daxil olanda artır, çıxaranda azalır və cəryan yaranırmış. Aydındır. Necə? Ortada sabit qalır da yanmır. Dəyişmədiyi üçün maqnit seli dəyişmir. O zaman deyirik ki, maqnit selinin dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbəti, delta t nisbəti bizim üçün induksiya elektrik hərəkət qüvvəsi EHG-ni verir. Yəni, induksiya cəryanı alınır. Aydındır, induksiya elektrik hərəkət qüvvəsini verir.
Burada bir mənfi işarəsi qoyacaq. Lenz qaydasının mənfisidir. Qabağa doğru izah verəcəm. Nə üçün? Bura mənfi işarəsi qoyulur. Burada sarğıların sayını artırdıqca mən bura bir n əlavə edirəm. Sarğıların sayını artırdıqca lampa daha da parlaq yanır. Azaldığında lampa parlaqlığı azalır. Aydındır. Və mənim induksiya cəryanım maqnit selinin dəyişməsi. Uşaqlar bir dönüş nöqtəsi və bunu yenə deyim. İndi birazdan bir təcrübəli olaraq da baxacaq yəni. Bu ifadə, bu gördüyünüz ifadə maqnit selinin dəyişmə sürəti də adlanır. Maqnit selinin dəyişmə sürəti. İkisi bir yerdə. Aydındır. Vahidin da Weber bölünsün nə olacaq? Saniyə olacaq. Yaxşı. İnduksiya cəryanımız eyni zamanda bərabərdir mənfi. Fiimizin yerinə nə yaza bilərəm? L-i yaza bilərəm. Delta i bölünsün, delta t vurulsun, L də yaza bilərəm. Razılaşır. Fiini yeni yazmışam. Başqa hiçbir şey eləməmişəm. Götürüb yeni yazmışam. Bax, bu ifadəyə də cəryan şiddətinin dəyişmə sürətli ilə cəryan şiddətinin dəyişmə sürəti deyilir. Bunun da vahidi nə olacaq? Amper bölünsün saniyə. Yaxşı, bunun da vahidi amper bölünsün saniyə. Delta fi bölü delta t, delta i bölü delta t, delta v bölü delta t, delta x bölü delta t, bunlar həmişə törəməni verir. Yaxşı, o zaman biz deyirik ki, bizim epsilonumuz, induksiya cəryanımız, fiinin nəyinə bərabər olacaq? Zamana görə törəməsi. Və ya epsilonumuz, induksiya cəryanımız, i'nin zamana görə törəməsi vurulsun L. İ'nin törəməsi verəcək. Nəyə vermiş olacaq? Epsilonu vur elə. Yaxşı, törəməni alsaz və elə vursaz, induksiya elektrik hərəkət qüvvəsini bizə vermiş olacaq. Başa düşürük mü zar? Bunu kiçildib bunun üzərində də iş görə bilərik. Bunu biraz aşağı edə bilərik. Beləcə eləyək, daha rahat olsun. Bunlara aid, törəməyə aid bizim qrafik formamız var ki, əgər bizim fiimiz, törəmədən çıxan qrafikimiz var idi. Uşaqlar, fiimiz zaman keçdikcə dəyişmirsə, sabit qalırsa, induksiya cəryanı yaranar, sabit qaldı, dəyişmədisə, yarandı, yaranmadı. Onda mənim EHG və ya induksiya cəryanım zamandan asılı olaraq nə olacaq? 0. Razısınız? Niyə elə oldu? Çünki dəyişmədi də. Deyirəm ki, bunun qarşısına bir ox işarəsi qoyacaq. Deyirəm ki, fiim və ya cəryan şiddətim i'm də ola bilər. Heç bir fərqi yoxdur. Zaman keçdikcə düz asılıdırlarsa buna 1, buna 2 deyəcəm. Onda mənim epsilonum, induksiya cəryanım zamandan asılı olaraq uşaqlar sabit qalacaq. Əgər düz asılı olarsa sabit qalacaq uşaqlar. Bura 1, bura 2-dirsə, bura 2, 1. Çünki mənfiyə görə. Qarşısında mənfi var. 1, 2 olanda bura 1 düşür, 2 yuxarı qalxır. Yəni, yerləri dəyişik mənfiyə görə. Deyirəm ki, qoy elə bunun qarşısına yazın. Əgər mənim fiim və ya i cəryan şiddətim zamandan asılı olaraq kvadratikdirlərsə, 1, 2, o zaman ox işarəsi qoyaq. Burada bu buna aiddir. O zaman deyirik ki, bizim epsilonumuz necə olacaq? Süzəyət zamandan asılı olaraq necə olacaq? Düz asılı olmuş olacaq da 2-1. Düz xətti bərabər sürətli hərəkətdə necə idi əzizim? Düz xətti bərabər sürətli hərəkətdə əgər sürət sabit idisə, daha doğrusu koordinat sabit idisə, sürət 0 idi.
Əgər koordinat S zamandan düz asılı idisə, onda sürət sabit idi. S əgər kvadratik asılı idisə, onda sürət zamandan düz asılı idi. Eyni prosesdir də, yəni ona bənzəyir. Tosun o ifadələri bizə göstərmiş olur. Aha. Keçəyin, indi burada maraqlı məsələlər buradan bizim üçün başlayır. Nə baş verir maqniti yaxınlaşdıranda və uzaqlaşdıranda? Maqnitin bu tip fərqi yoxdur. Onu yaxınlaşdırdın bunu yaxınlaşdırdın heç bir fərqi yoxdur. Nə baş verir? Deyəsən bir yüngül bari, yuxuzat, nəsə elə bir şey yoxdur. Yatmayaq, diqqətli olaq. Tutaq ki, biz maqniti sarğaca yaxınlaşdırırıq. Biz bir dənə şey olsun, bu ipdən bir dənə halqa asıram. Sim halqa, qapalı kontur deyirlər ona. Yaxşı, misdən simdən hazırlanan bir halqa, alüminyumdan bir halqa asaq. Yaxşı, fərq etməz. Və buna maqniti yaxınlaşdırım. S, N, S heç bir fərq yoxdur. Buradan da birini edəsən. Buna yaxınlaşdırıram. Bu dəfə bundan maqniti eləyim, uzaqlaşdırım. Heç bir fərqi yoxdur. Bundan da uzaqlaşdırıram. Yaxınlaşdırdıq ki, yarandı. İçində saxladıq, yaranmadı. Çıxartdıqsa, yenə yarandı. Yaxınlaşdıranda uşaqlar, bu halqa qaçır. Bu halqa qaçır. Gəlmə deyir. Sanki. Yəni, müqavimət göstərmiş kimi gəlməsini istəmir. Yaxınlaşdırdığımız zaman. Uzaqlaşdırırıq. Bu dəfə arxası ilə qaçır. Getmə deyir. Naz edir. Bəyət, naz ediyində arxası ilə qaçır. Necə oldu? Yaxınlaşdırdığımız zaman halqa qaçdı. Uzaqlaşdırdığımız zaman isə arxasıca gəldi. Bu hikməti var. Biləcək hikməti nədir? Amma söhbəti tuta bildikmi? Yaxınlaşdırdığımız zaman qaçdı, uzaqlaşdırdığımız zaman məhz arxasıca gəldi. Elə bir ki, yaxınlaşdıranda bu S-isə burada S olur. S-i nə edir? Uzaqlaşdıran bura S-isə bura S olur, arxasıca nə edir? Gəlir. Başa sala bilirəm. Burada N oldu, S oldu, bir fərqi yoxdur. Yəni, əsas oldu ki, yaxınlaşdıranda eyni qütb, uzaqlaşdıranda əks qütb olur, belə ki, arxasıca qaçır. Heç bir fərqi yoxdur. Ancaq bu qapalı hissədə baş verir. Açıq hissədə bu baş vermir. Yəni, qapalı konturda bu proses mümkün olur. Açıq konturda belə bir şey mümkün olmur. Gəlin o zaman belə hissəsinin biz yuxarıda necə baş verdiyinə birlikdə baxaq. O zaman belə çıxır ki, mən bunu yaxınlaşdırıramsa, bura N sonunda bu sarğacın yuxarı hissəsi özünü necə aparır? N kimi. Yəni, neyləsin? İtələsin. Onda aşağısı nə olur? S kimi. Uzaqlaşdırsam, yuxarısı S, aşağısı N kimi olur ki, İsmail neyləsin? Niyə elə olsun İsmail? Bəli, kameranın sözcüsü olsun. Kameranın yoxdadır. Bəli, şirin, düzün, şəkər. Nazını çəkər, evdəkilər. Budursular, qulağı çəkər. Keç qabağa otursun. Sakit dur, gəl. Qulağı çəkər, qulağına belə. Başa düşdük bu hissəsini. Amma özün öldüyünə, qala sən gedirsən, yoxa çıxırsan. Elə mi? Onu asmaq var, o bir yerə dursun, yəni dəfəlikdə. Yəni, söhbəti tuta bildik. Başa düşdünüz, yəni yaxınlaşdırdıq və uzaqlaşdırma məsələsi. İndi gəlin bu hikmətinə sizinlə birlikdə baxaq ki, məsələ nədir, necədir? Uşaqlar, 2 dənə qapalı kontur götürürəm. 2 dənə qapalı kontur götürürəm. Bu birinci qapalı kontur, bu ikinci qapalı kontur. Maqniti əvvəlcə yaxınlaşdırırıq. N qütbü, S qütbü. Burada da yenə N qütbü, S qütbü. Burada yaxınlaşdırıram, ox aşağı qoyuram. Burada ox hara qoyuram, yuxarı qoyuram. Aydındır. Bunun induksiya xətləri, bu form yaxınlaşdırırsan, induksiya xətləri get-gedə artır. İnduksiya xətləri yavaş-yavaş artır, yəni çoxalır. Aydındır. Belə deyə bilərəm ki, delta phi böl delta t
böyük olur, sıfırdan çoxalır. Onda epsilon əks olduğu üçün nə olacaq? Sıfırdan kiçik olacaq. Burada isə nə edirəm? Uzaqlaşdırıram. Eləmi? Bu xətlərin biraz çoxaldaq. Bu induksiya xətlərimizi də. Biraz xətlərin çoxaldaq. Bu induksiya xətlərimizdir. Burada çölə bir-iki dənəsi çıxsın. İndi uzaqlaşdırıram. Uzaqlaşdıranda uşaqlar, biraz bunu yuxarıdan çəksəm yaxşı olar. Uzaqlaşdıranda bu formada yenə N qütbü, S qütbü, aşağısını silim biraz. Uzaqlaşdırdığımız zaman uşaqlar, xətlərimizin bir çoxu qırağa çıxacaq. Artıq bunun içərisində az daxil olacaq da, yəni induksiya vektorumuz az daxil olacaq. Tək-tükü içəridə qalmış olacaq. İkisi içəridə qalacaq, get-gedə azaldı, sel azaldı. Uzaqlaşdırır axı. Onda deyirəm ki, delta phi bölünsün, delta t nə olacaq? Sıfırdan kiçik, onda epsilonumuz nə olacaq? Sıfırdan böyük, elə mi? İndi məsələnin gələk əsl hissəsinə. Baxalım, nə üçün qaçırmış? Niyə qaçırmış? Nə üçün mən yaxınlaşdırdığım zaman qaçırmış? Bəli, halqanın, bu dəmir halqada bəyək yaxınlaşdırdığı nə yarandı? Cərəyan. Yaranmışdı mı cərəyan? Cərəyan axan naqilin ətrafında nə yaranmalıdır? Maqnit sahəsi. Maqnit sahəsini, induksiya xətləri, maqnitin induksiya xətlərinin əksinə yönəlibmiş kimi bir itəliyirlərmiş. Bir də ifadə edirəm. Bu maqnitdir. Yaxınlaşdırdıq dəmir və biz çərçivədə, alüminium çərçivədə cərəyan yarandı. Aydındır. Daxil etdiyimiz zaman çərçivədə cərəyan yaranır və cərəyanın ətrafında nə yaranır? Maqnit induksiya xətləri. Bu maqnit induksiya xətləri, maqnit sahəsi yaranır. Maqnit sahəsi induksiya xətləri həmən maqnitin əksinə yönəlirlərmiş ki, uşaqlar buna da 5 trix deyək. B ilə 5 trix əks olduğu üçün bir-birini nə edirmiş? İtəliyirmiş. Ona görə də biz yaxınlaşdırdığımız zaman halqa qaçırmış. Aydındır. Halqanın qaçmasının səbəbi budur. İndi gəlin bu cərəyanın istiqamətini təyin edək. Çox rahat. Maqnit induksiyası sağal qaydasından daha rahat tapa bilərsiniz. Üsulla necə idi? İnduksiya yuxarı, baş barmaq cərəyanı istiqamətdə, induksiya vektoru yuxarı. Fikir verək. İnduksiya vektoru bax, elə bilin ki, buradan girib, buradan çıxıb da, daxil olub çıxıb, daxil olub çıxıb, daxil olub çıxıb, sağal qaydası prosesi verək də, daxil olub çıxıb. Demək, uşaqlar buradan daxil olub, içərdən çıxıb. Hətta mən bunu xətlərimizi içərdən çəkə bilsəm, laf gözəl olar. Yəni, buradan çıxıb 5 trix. Yəni, buradan çıxıb 5 trix. Buradan daxil olub, buradan çıxıb. Aydındır, onda cərəyan hara doğru axıb? Bu istiqamətdə. Saat əqrəbinin əksinə axıb. Baxın, baş barmağın cərəyan istiqamətdə induksiya vektoru daxil olsun, çıxsın. Bu bizim normal induksiya vektorumuzun istiqamətidir. İnduksiya cərəyanımız dediyimiz axan o induksiya cərəyanı yaranır ki, onun induksiya cərəyanımızın istiqaməti budur. O da induksiya cərəyanı yaratdığı maqnit sahəsinin qüvvə xətləridir. İndi gələk bura çıxarırıq. Çıxardığımız zaman uşaqlar, bu xətlər maqnit qüvvə xətləri ilə eyni istiqamətdə yönəlir ki, uşaqlar, qüvvə xətləri ilə eyni istiqamətdə yönəlir ki, getmə deyir. Otur da. Getmə deyir. Aydındır. Və eyni istiqamətdə olduqları üçün bir-birlərini o vektorlar biz bilirik ki, əks olanda çıxırdıq eyni istiqamətdə otur. Bax, o misalı, eyni istiqamətdə olur və bir-birlərini gücləndirir. Getməməsinə çalışır. Getməsinə icazə vermir mənasında. Ona gəlin bunun istiqamətini təyin edək. Bu dəfə induksiya vektoru hara yönəlib? Aşağı yönəlib. Baş barmağımızın da bu formada olacaq. Bu dəfə cərəyan saat əqrəbi istiqamətdə axmağa başlayacaq.
daxil edəndə saat əqrəbinin əksinə, çıxaranda isə saat əqrəb istiqamətdə dönür. Razılaşdıq. Bir şey başa düşürük. Çətinlik yoxdur ki. Bəli. Daxil etdiyimiz zaman. Atilla buradayıq da. Hə. Daxil etdiyimiz zaman qaçır. Çıxartdırma zaman arxasıca gəlməsinin hikməti buymuş ki, qapalı konturun induksiya vektoruyla, maqnitin induksiya vektorları bir-birinə eyni istiqamətdə yoxsa əksdir. Əksdirsə bir-birini itələyir, eynidirsə arxasıca gəlir. Razılaşdıq? Bəli. İnşallah. Bu hissəsi belə. Biz bunu indi cəryan üzərində də bu məsələlərə baxaq. Sarıqaz üzərində də bu məsələlərə birlikdə baxmış olağıq. Demək, keçək indi bu prosesi cəryan üzərindəki prosesinə bir diqqət yetirəyim. Çox maraqlı bir müqavimət göstərmə qabiliyyəti var. Normal bizim demək, qapıra bir açar qoyub, müsbət, mənfi, bura biz bir müqavimət qoyaq, bura biz lampa qoyaq, yuxarı induktiv sarğız qoyaq, yenə biz bura bir lampa qoşaq, amma bu el induktivliyi olsun. Bundan yuxarı isə iki el induktivli bir sarğız qoşaq. El induktivlik, müqavimət, el induktivlik və iki el induktivlik bir müqavimət sistemi qoşaq. Və açarı qapataq. Cəryan müsbət yüklərin hərəkət istiqamətdə axır, gəlir və bu formada hərəkət edir. Bu normal cəryan şiddətimizdir. Gəlir, el müqavimətindən keçir və lampanı həmən dəqiqə yandırır. Gəlir, el induktivlikdən keçəndə sarğız var, sarğılardan keçəndə uşaqlar normal cəryan gəldiyi zaman nəyinə yönələcək? Daxil olduğu zaman əksinə yönəlir. Cəryan artdığı zaman əksinə yönəlir və gəlməsinə azacıq müqavimət göstərir, gəlmə deyir. Amma çox da müqavimət göstərə bilmir, məcbur biz daxil edirik və lampaya azacıq müqavimət göstərir, lampanın gec yanmasına səbəb olur və sondakı lampa yanır. Gec dösə lampa yanır. Bir də yuxarı gelir, bizim də buradan daxil olur, indüksiya cəryanımız, normal cəryan işləri buradan daxil olur, buradan daha çox indüksiya cəryanı müqavimət göstərir. İndüksiya cəryanı müqavimətdir. Yanacaq, bu daha gec yanacaq. Aydındır, yanacaq, amma daha gec yanacaq. Ən gec bu yanacaq, sonra bu, ən birincisi bu yanacaq. Niyə? Müqavimət göstərdiyi üçün. Burada sarğı daha çoxdur. O zaman biz bunu buradan ayıraq, təzədən toka ayıraq, söndürürük. Cəryan geri qayıtmaz, zəifləyir. Elə ki, çıxarırıq. Çıxaran kimi ən birinci hansı sönəcək? Bu. Sonra bu sönəcək, buraxma. Ən gec sönən bir dəfə bu olacaq. Getmə deyil, ha. Ən gec sönən bu olacaq. Ən birinci yanan buydu, ən birinci sönən buydu, ən gec yanan buydu, ən gec sönən bu dəfə budur. Niyə? Arxasından yönəlir və getmə deyir. Tutabildik mi? Aydın oldu mu? Bəli. İndi biz buna buradakı bu prosesdə buna bərabər baxaq. Zəfər müəllimin gözəl bir izahı var. Mən biraz qabağa çəkim, bizə lazım əsas hissədən deyəcəm. Baxın, başa düşməsi bir də diqqətli olaraq. Bu təcrübə ilə və yeni həkəmat müsəqanına təcrübə ilə yoxlamaq ki, hansı halda indüksiya gələn, hansı indüksiya gələn, hansı halda indüksiya gələn. Məsələn, düz maqnitli sarğaca daxil edəndə
göz lampa ışık verir. Çıxardanda lampa ışık verir. Görürsünüz, daxilində verir. Dayananda yaranır. Çıxardanda yaranır. Daxil yerindən görürsünüz. Sarğacın maqnitləri yaxınlaşdırıb çıxardanda sarğacda induksiya cəryanı yaranır. Sarğları sən azaltsaq, məsələn, sarğları sən burada 3 sarğı vardır, sarğları sən belə qeyrəsək, yanan induksiya cəryanı az olacaq, zəif olacaq. Bilirsiniz? Sarğları sayına öz tələsidir. Sarğları sayını artırsa, induksiya cəryanı nə deyir? Artacaq. Yəni, burada hansı yaxınlaşdırır? Maqniti yaxınlaşdırır, sarğacı yaxınlaşdırır. Sarğacı yaxınlaşdırında da görürsünüz. Yəni yaranmır. Sarğacı nə qədər sürətlə yanırsa, yanın induksiya cəryanı o qədər nə deyir? Böyür, lampa ışıq verir. Ama deyilən yüksək cəryanına, maalesef dəyişəndə yaranmasına aid bir təcrübədir. Başqa bir təcrübədə baxa bilərik. Məsələn, görürsünüz, bizim üçün bu təcrübə su elektrik stansiyalarının təcrübəsidir. Bax, su elektrik stansiyalarında, su elektrik stansiyası bilirsiniz ki, yuxarıda tikilir. Daha doğrusu su barajları yuxarıda tikilir. Səbəb, su hansı enerjiya malik olsun? Potensial enerji açılırdı, gəlir, sürətlə tökülürdü pərlərin üzərində. Pərlər fırlanır. Pərlər fırlananda pərlərin üzərində nə var? Maqnit var. Ətrafında nə var? Sarğı var. Pərlər fırlanır. Arxasında maqnit və sarğı da bizim generator deyəcəyimiz, generatorun içidir bu. Aydındır. Bunu fırlatdıqda maqnit fırlanır. Maqnit fırlananda sarğacın içində cəryan yaranır. Aydındır. İndi hibrid maşınlarda da məsələ budur. Təkər fırlanmır, benzinlə işləmir, təkər fırlanmır. İçərisində təkər fırlananda ortasında maqnit və sarğı var. Fırlanır. Aydındırmı? Məsələ nədir? Sarğının içində maqnit fırlansın. Və ya sarğının yanında maqnit fırlansın. Qütbün dəyişsin. Məsələ budur. Başqa bir məsələ yoxdur ki, biz o cəryan alaq, depolayaq, sonra maşının yerinə hərəkət etsin. Burada da bu prosesdir. Burada da bu prosesdir. Aydındır. Ondan sonra Avropada məsələn bir çox yerlərdə, restoranlarda və s. gedib özün oturursa, restoranda oturursa, ayağın altında pedal var. Fırlayırsan, maqnitli sarğacı fırlanır, cəryan alırsan, telefonu şarj edə bilərsən. Velosipetinizə bunu qoşa bilərsiniz. Fırlansın, tokunuzu qoşun qarşısına, hərəkət edərək cəryan alın. Aydındır. Telefonunuzu, yəni velosipetinizin axşam işığını təmin edin. Yəni bir çox şeylərdə bunu təmin edə bilər uşaqlar. Bugün bir çox şeylərdə bunu təmin edə bilər. İndi baxalım təcrübəyə. İndi bu da bunu fırladacaq. Burada sarğıların sayına və sair hindisindən birlikdə baxaq. Sarğıların sayını artırıb düşürüyə. Burada su döşülür. Su döşülür. Su fırlatır. Yanları əldə göstərək. Maqnit fırlanmaqda cəryan yaranır. Qapalı olur. Sarğacdan keçən maqnit seli dəyişir və burada nədir? Lampa yanılan cəryanı lampanın qeydə alır. Bax, göz elektronlar hərəkət göstərir. Bax, elektronlar cavab belə gedir. Cavab belə. Maqnit seli artanda elektronlar bir istiqamət tərəşdirir, azalanda başqa istiqamətdə. Həm də burada bu dəyişən gələn generatordur. Məsələn, burada görürsünüz, biz əgər burada tökülən su miqdarını artırsaq və artırdır görürsünüz. Maqnit daha tez fırlanacaq və yaranan cəryan biraz daha da böyük olacaqdır. Elektromanyetik induksiya hadisəsindən istifadə edərək o dəyişən gələn generatoru nədir cəhdirlər. Əsas burada qapalı kodurdan içə maqnit, bu qapalı kodurdan içə maqnitinin dəyişməsidir. Qapalı kodurdan içə maqnitinin dəyişməsinə naim olsa, qapalı kodurda induksiya cəryanı alınır. Sarğıların sayına da baxdıq. İndi biraz demək ki, daxil çıxmışdır bu təcrübə görürsün. burada bir dənə təcrübədə baxaq. Qiyməti azalır. Sarğıların sayını artıranda Başqa bir təcrübə baxaq. Elektromanyetik induksiyanı öyrənmək üçün başqa bir təcrübə görürsün. Burada göstərmək istəyirlər ki, yanılan induksiya cəryanı sarğıların sayından asılıdır. Sarğıların sayı çox olsa, yanılan induksiya cəryanı çoxdur. O ön qoyduğu önünə. Yəni induksiya cəryanı az olur. Maqniti daxil edilir sarğaclara, burada induksiya cəryanı yaranır.
Hansı qütbünün, maqnetin hansı qütbünün daxilənməsinin əhəmiyyəti yoxdur. Məsələn, qütbü dəyişdir, yenə induksiya cərəyanı. Bax, üçüncü sanğacda sanılansa çox. Aydın oldu mu? Başa düşdükmü? Dərsin mahiyyəti. Aha. Maşınlardakı dinamo sistemi də yoxdur. Dinamo sistemində də bəli tok verir, başlayır toku çiyə. Akkumulyator sadəcə maşını xodlama işinə məşğuldur. Akkumulyatorun iş prinsipi budur. Maşını işə salsın. Sonra akkumulyatorun təbii ki, təminat bölümünü dinamo edir. Aydındır, fırlanır, motor orada fırlanır. Onun təminat işini məhz dinamo yerinə yetirir. İndi uşaqlar bizim bu hissəsi də tamam olmuş oldu. Bizim induksiya elektrik hərəkət qüvvəsinin öz düsturu var. LVB sinus alfa düsturudur. Sinus fi veya sinus alfa düsturudur. Sağ əl qaydası ilə tapılır. Bunu da deyəcəm sizə. Sağ əl qaydası ilə tapılır. Sağ əlimizi elə tuturuq ki, induksiya vektoru ovucumuza daxil olsun. Bu cəryandır. İnduksiya vektoru ovucumuza daxil olsun. 4 barmaq cəryan istiqamətində. Açılan baş barmaq naqilin hərəkət sürəti və ya EHG-nin istiqamətini versin bizə. Aydın olurmu? Bu formada 4 barmaq cəryan istiqamətində, baş barmağımız naqilin hərəkət istiqamətini bizə göstərir. Aydın oldu? Vəssalam. Nöqtə olsaydı belə tutacaqdıq və bu tərəf hərəkət edəcəkdik. X olanda belə, nöqtə olduğu zaman belə, sağ əl qaydası ilə. Qüvvələr həmişə soldan, amper qüvvəsi, Lorentz qüvvəsini soldan tapsaz daha rahat olar. İnduksiya vektoru ilə, induksiya elektrik hərəkət qüvvəsini isə sağ əl qaydası ilə təyin edə bilərsin. Aydındır? Bu belə. Normalda dediyimiz kimi, normal cəryan şiddətimiz, yəni artdığı zaman induksiya cəryanı əksinə yönəlir. Bax, induksiya cəryanı əksinə yönəlir. Aydındır? Normal cəryan şiddətimiz nə vaxtı? Bax, artdığı zaman. Normal cəryan şiddətimiz azaldığı zaman induksiya cəryanımız normal cəryanla eyni istiqamətdə yönəlir. Baxın, bu dərsi bu formada qeyd götürürsünüz. Bu hissələrinə xüsusi diqqət yetirirsiniz. Yoxsa siz bunun əziyyətini, çətinliyini çəkəcəksiniz. Bunu yaddan çıxarmayaq.